Salamsız, ananas olmazsa əzizləri, hörmətli izləyicilər. Eee, Qarşına gələ Ramazan ayının daxil olması münasibətilə ya Ramazan ayının daxil olması barədə məlumat vermək istəyirəm. İnşallah gələn həftənin 3-cü günü 18 fevral Ramazan ayının niyyət axşamı günüdür. 19 fevral Ramazan ayının 1-ci günüdür. Yəni Ramazan ayının başlandığı günüdür. Hər kəsi qarşıdan gələn Ramazan münasibətilə təbrik edirəm. Ramazan ayınız xeyirli, uğurlu, ruzi və bərəkətli olsun, mübarək olsun. Allah Teala hər kəsin tutduğu orucu, etdiyi duaları, cəm ibadətləri qəbul etsin. İnşallah birinci Qədir gecəsi 8 mart tarixində olacaq. 8-dən 9-dan keçən gecə. Ramazan ayının 18-dən 19-dan keçən gecə. İnşallah ikinci Qədir gecəsi 10 mart tarixində olacaq. 10 mart ayının 10-dan 11-nə keçən gecə. Ramazan ayının 20-sindən 21-nə keçən gecə. İnşallah Allahın köməyi ilə 3-cü Qədir gecəsi mart ayının 12-sindən 13-nə keçən gecə olacaq. Ramazanın 22-ci günün gecəsindən 23-cü gündən keçən gecə. 20 mart tarixində Fitr bayramı günü olacaq. Bir daha Ramazan ayınız mübarək olsun.